Qarşıdan yay fəsli gəlir. Əsasən bu mövsümdə vətəndaşlarımızın bir çoxu dincəlmək üçün ya bölgələrimizə, ya da xarici ölkələrə üst tuturlar. Həmçinin əcnəbi turistlər də istirahətə Azərbaycana axın edirlər. Bəs görək bu il vəziyyət necə olacaq? Statistik göstəricilər nə yerdədir? Turizm eksperti Rəhman Quliyev Missiya TV-yə müsahibəsində deyib ki, hər il olduğu kimi bu ildə yay tətili günlərində həm ölkəmizin hüdudlarından kənara gedəcək, həm də Azərbaycana gələcək turistlərin sayında artım müşahidə edilir. Xüsusilə də Şəki, Qax, Zaqatala, Balakən, habelə şimal və cənub bölgələrinə daha çox tələbat var. İşğaldan azad olunmuş ərazilərimizə də yerli turistlərimiz daha çox böyük maraq göstərir. Təbii ki, bugünkü gündə əcnəbi turistlər hələ ki işğaldan azad olunmuş ərazilərimizə getməkdə müəyyən məhdudiyyətlər yaranıb. Çünki bu həmin ərazilərin çirklənmiş minalardan və çirklənmiş əraziləri minalardan və patlamamış sursatdan təmizləyəndən sonra təbii ki, növbəti illərdə bu da bərpa olacaq və bu təbii ki, bu portal Azərbaycan vətəndaşlarına da şamil olunur. Ekspert əlavə edib ki, Azərbaycanın hüdudlarından kənara yay tətili üçün üst tutanlar xüsusilə Türkiyə istiqamətinə, Kəmər, Antalya, Quşadası, Bodrum, Trabzon kimi istiqamətlərə üstünlük verirlər. Ümumiyyətlə, Azərbaycan hava yollarının birbaşa uçduğu yerlərdə bütün tur paketlərin qiyməti aşağıdır. Habelə turistlər də ölkəmizə Azərbaycan hava yolları ilə gəldikdə qiymət yenə ucuz olur. Qiymətlərin münasibliyi, düzgün qiymət siyasəti qarşılıqlı turist mübadiləsi baxımından əlverişlidir. Zərintac Mayız qızı, Təbriz Quliyev, Missiya TV.